Quba xanlığı Telegram kanalı təqdim edir. Firidun bəy Köçərli Abbasqulu ağa Bakıxanovun ömrünün son illərini təsvir edərkən, onun dünyaya baxışında baş verən dərin dəyişimi xüsusi vurğulayır. O yazır ki, Bakıxanov həyatının sonunda dünya şöhrətini puç, cahu rəyasət tələbini biməzmun hesab edərək dövlət xidmətindən istefa verir. Bundan sonra ibadətlə məşğul olur və axirət sərmayəsini cəm etməyə yönəlir. Həcc ziyarətinə, Beytullaha əzimət edir. Hicri təqvimlə 1261-ci ildə Məkkə imkəlləmə ilə Mədinə-i Münəvvərə arasında Vadi-i Fatimə adlı mənzildə vəfat edir və elə orada da dəfn olunur. Rəvayətə görə Abbasqulu ağa bu səfərə çıxarkən məşhur Quba qazisi Hacı Molla Abdullah Axundu da özü ilə aparmışdı. Ziyarətini itmama yetirdikdə üzünü haqq dərgahına tutaraq belə dua edir. Pərverdigara, hər padşahdan mənə bir nişan verilibdir. Səndən də bir nişan təmənna edirəm ki, axır nişanım olsun. Hacı Molla Abdullah Axund bu nişanın nə olduğunu soruşduqda Abbasqulu ağa belə cavab verir. O nişan bu müqəddəs məkanda ölməkdir. Necə ki, mərhumun arzusunca olur. Allah rəhmət eləsin.